Mən sizə bir şey deyim ki, insan yaşa dolduqca cavanlıqda biraz həssas olursan. O gənclikdən gələn bir enerji var da. Biraz həssas olursan. Sonra yaşa dolduqca başa düşürsən ki, sənin ən yaxın dostun dərddir. Mən dərdsiz həyatı sevmirəm. Amma dərd özü böyük bir imtahandır. Biz imtahanda oluruq o dövrdə. Əgər o dövrdə şükranlıqla yaşasaq, şükranlığı ön planda görsək, demək Allah bizim mükafatlarımızı 1-ə 10 artırır. Mən məsələn, qızım xəstədir, mən düşünürəm ki, narahat oluram başqa yerə gedəndə. Bir günləri düşündüm ki, ya mənim qızımın sahibi mən deyirəm ki, Allahdır. Onun epilepsiyası adı var da məsələn. Allah qorusun. O çox narahat yaşayıram. Məsələn, konsertə gedirəm, yarı fikrim elə orada qalır. Məsələn, amma sonra düşünüb özümdə təsdiqləyəndən sonra ki, mənim evladımın sahibi kimdir? Mən onun yanında ola-ola da o evladımı itirə bilərəm. Olmayanda Allah onu yaşadar. Yəni, mənim sevgim lazımdır. Amma bir dənə sevgi var, bir dənə nur, bir dənə işıq var, o da Allahın yoludur.